Ənənəvi Çin avtomobillərindən fərqli olaraq bu mühərrikxanası birinci adamın ürəyini açır. Çünki yadınıza gəlirsə, mən Çanqanda dedim ki, hər yeri bağlayıblar, kilitləşdiriblər. Bu bildiyimiz standart Toyota'da, Hyundai'da gördüyüm formadadır. Təbii ki, hibrid deyil. Amma söhbət burada bizim indiyə qədər heç vaxt haqqında danışmadığımız bir markadan gedir. Havaldan gedir. Haval H6'dır. 2021-ci ildir. 1.5 mühərrikdir. Amma o bizim həmişə Çində 1.5 dediyimiz o yalancı mühərriklərdən deyil. Bu əsl elə Great Wall'un müraciət elədiyi mühərriklər var idi. Mitsubishi-də əvvəl. Ondan sonra keçdilər, deməli, ara sıra Toyota'nın da mühərrikinə müraciət elədilər. Amma sonra artıq Great Wall, yəni Haval, biz Great Wall qlobalda deyirik, Haval özünün mühərrikini yaratdı. İndi bu avtomobil haqqında bəlkə də belə pulun verməyiblər deyə ürəklə danışmıram. Amma yeganə Çin avtomobildir ki, bizə bundan heç bir şikayət gəlmir indiyə qədər və mənim özümə də maraqlı gəlir ki, nə cəb, yəni bu haqqında bir negativ yoxdur. Ona görə də məhz bu avtomobili düz 100.000 kilometr sürmüş dostumuz Vüqar bəylə danışacağıq. O bizə deyəcək ki, niyə bu maşını alır? Xoş gördük. Xeyirli olsun, xoş gördük. Xeyirli olsun sənə də maşının bir daha. Vüqarla ara sıra bir son, belə ildə bir dəfə hardasa, orada-burada rastlaşanda da bizim həmkarımızdır. Həmişə deyir ki, Haval Gülşin maşınında Haval haqqında niyə heç nə demişsiniz də, yaxud da ki, kimsə tövsiyə etsin, deyir, getsin Haval alsın da. Deyirəm ki, valla Vüqar, bilmirəm axı, mən ona da bir standart Çin maşını kimi baxıram. Qorxuram da əsr deməyə, sabah bir şey çıxar falan və Vüqar hər dəfə təriflədikcə və gördüm ki, o fikrində də qalırdı və bugün də yenə soruşdum, yenə də fikrində qalırdı. Evet. Bu əslində əla bir, belə deyə də, özü-özünü reklam edən bir elementdir. Bəli. Yəni Havaldan çox razıyam. 2021 modeldə, mən də 2022-ci ildə almışam. 100.000-ə yaxın artıq sürüşdü. Niyə aldın Havalı? Biz yəni belə deyim də, mən əslində Havalın tam başqa bir modelini bəyənmişdim. Bizim işin yanındadır da Havalın salonu. Mən keçib Koreya maşını almaq istedim. Keçəndə belə təsadüfən gördüm. Girdim, orada bir tanış çıxdı, satış meneceri. Rauf Bey. Orada bir tanış çıxdı, biz danışdıq. Dedi ki, F7X modeli var Havalın. Mən onu bəyənmişdim görüntü olaraq. Dedi, F7X-in modeli gəlməyəcək, yəni sonradan. Olmazsa gəl H6 al yenə. O mənim belə məsləhət verdi, bir yön verdi, bir tanış olaraq. Mən oturdum, bir dənə test drive elədim. Sonra axşam gəldim evdə, bu xarici blogerlərin biraz oturdum, baxdım. Azərbaycanda o dediyimiz blog. Çox danışılmıyor. Psixoloji şey var ki, Kitay maşını, ay nə bilim, problem olar, savaları, bir sürü problem olar. Ona görə biraz oturdum, Rusların bloglarına baxdım, biraz xarici Twitter'dan bloglara baxdım. Qəti qərar verdim ki, elə Hərçənd ki, sən hələ o vaxt alanda bu ikinci nəsil. O vaxtda hələ hibrid, plug-in hibrid yox, sadə 1.5 mühərrik turbodan söhbət gedir. Yəni bu qədər hibrid almayıb da, belə deyim. Hərçənd indi artıq daha çox onun üzərində gedirlər də. Bunda belə hibriddir, bunda falan şeydir. Amma sadəliyin də yaxşı tərəfləri də var. Təbii ki, sərfiyyat baxımından bəlkə də 1-2 litr itirərsən, amma rahatsan da o baxımdan ki, benzindir, yanacağımı töküb sürürəm, harada gəldi rahat gedə bilirəm. Sərfiyyat aşağı yuxarı standartdır. Ümumiyyətlə isə Haval sizə deyim ki, həm də Euro NCAP testindən də 5 ulduz alıb. Bu mənim özümə də çox belə maraqlı gəldi. Yəni Avropanın crash testindən hər Çin avtomobili keçmir ümumiyyətlə. Həm keçmir, həm də keçə bilmir. Hər iki variant var, amma bu həm də oradan keçib. Mən orada hətta belə incəliyinə qədər baxdım. Uşaq təhlükəsizliyinə qədər qeyd olunur. Məsələn, uşaq təhlükəsizliyi 88%, böyüklərdən 90% və sair bu şəkildə. Yəni kifayət qədər yaxşıdır. Əsasən Yaponlarla daha çox işbirliyinə üstünlük verirlər. Yəni Yapon, Koreya bunları biz görürük orada. Yəni sırf Çinə köklənmirlər. Və uzun müddət, hətta deyim sizə ki, Çinin ən çox satılan SUV-si olur. Bilirdinmi bunu? Yox.
Söyledik. 13, 103 ay. gəldi. 103 ay. Ardıcıl 103 ay. Oyun. Çinin ən çox satan SUV-si olub. Son illərdə biraz bu BYD və Çangan çıxandan sonra biraz elə bil ki, onların o belə deyək marketinq gedişləri fonunda havalı arxa plana düşüb. Bu var. Amma maraqlısı odur ki, bu illər ərzində şəxsən bizim Masterclass layihəsinə gələn minlərlə mesajın içində hava haqqında bir dənə də mənfi oldu. Olsaydı məmnuniyyətlə deyərdim, çünki mənə pul verməyiblər. Amma həqiqətən də olmayıb. Mənə pul verməyiblər, tərəfləməyim. Nə yalan deyim, yeri gəlmişik o vaxtı biz Cilin çəkəndə orada belə bir Murad, deməli o da həmkarımız Murad belə bir söz işlətmişdi ki, mən maşınlarını araşdırırdım, 150 manat bu filtrinə pul istədilər. Ona görə, artıq geçdi. 150 manat pul filtrə, deməli, yəni qeyd edəndə 150 manat filtri var. Mən də ona əsasən demişdim. Hava dedi ki, yox, belə bir şey yoxdur falan. Düzdür, çox geç oldu onların bunu izah eləmələri, amma mən getdim, görüşdüm, dedilər ki, bizdə belə bir şey yoxdur, yəni 150 manat filtr yoxdur. Sən məsələn ortalama yağ dəyişməyə gedəndə nə qədər pul verirsən? Ortalama deyim də sizə, yəni maksimum, yəni düzdür, bunda lükun yağlanması da var da, yəni hər yağ dəyişmədə eləyirlər. 150 manat ücret yağlayırlar. 150-70 manat. İndi əlavə indi manatlardan fərqli olaraq. Mən demirəm də Şamın vaxtı. Onları demirəm, sırf yağ dəyişməsinə maksimum 150 manat. Yəni ona görə bu fikirdə formalaşanda sonra məsələn bir nəfər bunu deyir, sonra da biz digərlərindən o rəyləri almağa çalışırıq. Ona görə onu səbirli olub gözləmək lazımdır. Təkərlərin üstündə gələndir. Hankukdur. Elə bax təkər özü də o mən qeyd elədiyim Koreya Yapon məsələsini ortaya verir. Hankuk Koreyanın artıq birinci sinifə keçmiş təkər markasıdır. Yəni əvvəl ikinci klasıdır. Artıq o dünyanın 7 ən böyük birinci təkər markaları var da Hankuk oraya girdi artıq. 8-cidir, bəli, həmin siyahıdadır və bu çox gözəl göstəricidir. Amma təkərin vaxtıdır ya artıq. Öcü bax. Yeni var. Yəni əslində çox gözəl bir göstəricidir ki, 100 min yürüyüş, həm də zəmanət 100 mindir. Bəli, 100 min, 5 illik. 5 il və ya 100 min və 2021-in avtomobilidir. Elə demək olar 5 il tamam olur və Vüqar artıq tam zəmanətin bitdiyi vaxta çatıb. Yəni hardasa bir axırıncı yağ dəyişmən qaldı. Axırıncı yağ dəyişmən qaldı. Onunla da zəmanət bitir. Yəni bir sürücü bir avtomobili 100 min idarə edib haqqında buraya verirsə, bu əslində həmin marka üçün pulsuz reklamdır həqiqətən də, doğrudan da. İndi biz oturaq avtomobilə, salonda eyni zamanda bu avtomobillərlə maraqlananlar, bizdə şəhərlərdə hava haqqında danışın deyənlər olub. Təbii ki, biz bunun üzərində danışırıq, amma digərlər haqqında da Vüqar bizə məlumat verəcək. Elə Vüqar özün otur şən arxasına, həmşəyən kimi də. Mən də keçim sənə yanıma, həmşəyən kimi sürücü bu avtomobil haqqında fikirlərini düşünür. Ümumiyyətlə isə belə göstərə bilərəm sizə təbii ki, kifayət qədər genişdir, əsl ailə avtomobilidir. Həqiqətən o baxımdan da kimsə fikirləşəndə bilmirəm, burada çən qapağında necə göstərir. RON 92 yazır. Bu söhbəti eləyəcək səndən. 92 söhbətini bilmirəm. 95 vurur. 95 vurur. Görürsən bilir də. Bax, bilən adam başqadır. Salonda, yəni dediyim kimi o ailə avtomobili olaraq salon da kifayət qədər, yəni rahat 2-3 dənə bagajlı qoy, yerləşdir bura hər şeyi, ailə uşağından çıx get səfərlərə və sən də bunu kifayət qədər elə. Dəfələr. Bu kifayət qədər yaxşı tərəflərdir məsələn, amma başqa mənfi nələri var? O demək deyil ki, mənfiləri yoxdur. Mən təbii ki, mənfilərə köklənmiş bir adamam. Ona görə oturaq danışaq. Salon, yəni bildiyimiz, bunların yeri gəlmişkən full, aşağı, yuxarı kompleksə. Yox, eyni kompleksə. Sənə bir variant oldu o vaxtı və full kimi görürüm, onun üçün deyirəm. Yəni belə baxanda... Bir dənə 2 motoru var idi, bir də 1.5 idi. Yəni bir dənə fərqi bu idi. Sən də 1.5 götür. Mən də 1.5 götürdüm. Hərsən ki, dediyim kimi 2 də Great Wall-un özünündür və əslində sənə bir şey deyim, Great Wall niyə belə təqdimat eləmir düzəməlli, mən onu başa düşmürəm. Çünki Great Wall-un bizim bazarda artıq bir 15 illik tarixçəsi var. Yadda yer Xanəmirdə Great Wall vardı o vaxtı. Və mənim yadıma gəlir ki, Xanəmir onu o vaxtı 14 minə falan aldı. Biz də onda elə hamımız bu şeylərə baxırdıq da, Devo falan hələ belə vaxtlar idi. Dedim ki, 14 min maşını almışsan,
bilinmir nədir, sabah detal tapılacaq falan. Yəni avtomobildən başı çıxmayan bir adam onu 10 ildən çox sürdü, bəlkə hələ də sürür. Və heç bir şikayəti yoxdur da ki, deyəsən ki, onu tapmadın, bu olmadı falan. Yəni onun fonunda Great Wall və Havalan bizim bazarda digərlərinə baxanda yaxşı üstünlüyü var, tarixçəsi var. Amma reklam cəhətdən çox zəifdir. Ha, reklam cəhətdən elə bir ki, bilmirəm, yəni niyəsə təqdimat eləmirlər ümumiyyətlə də ki, bu var, bunu desinlər. Məsələn, bunlar deyiləsi şeylər əsas bunlardır. Salonda monitorla bağlı mən oxudum ki, bəzən monitor donur deyirlər. Bilməm, varmı belə şey? Yox, məncə donma yoxdur, olmayıb. Amma orijinal, məsələn, CarPlay-ə qoşmaq istəyən, orijinal şnur olmasa, adapter olmasa qoşulmur. Yəni tanımır. Ümumiyyətlə adapter tanımır, yəni bilməm. Amma özündə donma olmayıb. Bəlkə ona görə ki, bu özünküdür, bəlkə kimsə ola bilər, amma yəni məndə heç vaxt donma olmayıb. CarPlay-də yenə dediyim kimi qoşanda bəzən olurdu ki, tanımırdı. Yəni sonra avtomatik təzədən qoşuram, alınır. Bir də həmişə mənim dostlarım otanı maşını deyirlər ki, telefonu deyir yerə düşəndə zayətə yığır maşında. Yəni hər yerdə şey var. Burada var, burada özünün wire sistemi var. Arxada, aşağıda var, arxada var, buradan qoşulur. Yəni hər tərəfdə zayətə yığır, buradan da qoşulur. O baxımdan hərçənd ki, hələ bu hibrid də deyil ha, deyəsən ki, bəs hibriddir, hər yer batareyadır. Bu hələ sadəsidir. Yəni məsələn oturacağı da bəziləri gördüm deyirlər ki, güya hər adam üçün rahat deyil, amma kifayət qədər rahatdır. Yəni ön, arxanın da yeri hələ genişdir, sən də oturacağı vermirsən. Kənan da arxada çox rahat otura bilib. Yəni o baxımdan əladır həqiqətən də. Dizayn çox xoşuma gəldi. Düz bu ənənəvi Çin dizaynıdır da. Aşağısı belə əvvəl dedilər ki, Porsche-yə oxşatırlar falan, amma yox, o tipdə deyil. Amma sən burada əsasən nədən istifadə edirsən məsələn burada? O da özünküdür də, düzdürmü? Bəli, bu da özünküdür. Yəni bilirsiniz necədir Akbər? Burada onsuz da maşın əsas xüsusiyyəti A nöqtəsindən B nöqtəsinə getməkdir. Ondan başqa komfortu varsa, yəni burada düzdür, əlavə çox funksiyaları var. Nə xətt tanınmağıdır, avtoparkinqi var. Bunlar var. Hə, avtoparkinqi var, xətt tanım 30 metr səhv eləmirəmsə yaddaşı var. Yəni çıxdın reska təzədən qayıdır eyni yerə. Yəni bunlar düzdür istifadə eləmirik də. Yəni bu aydın məsələdir. Amma yaxşıdır. Yəni bunlar hamısı var. Yəni yol çıxırsan xətti tanımaqdır, xətti qaytarır özü, yol başlı dirajen eləməyə. Biz də hamısını söndürürük ki, hə, biz söndürürük. Gedirik yolumuzla. Yox, əslində o yaxşı şeydir. Oradan da çünki çox vaxt görürsən ki, sürücünün başı qarışır ani bir şeyə, maşın sağa sola oynayır. Oynayanda qaytarır yerinə. Bu da özü qaytarır onun yerinə. Mən məsələn bunu Avropada sürəndə daha çox həmişə istifadə edirəm, hansında ki var qoşuram. Bizdə niyəsə hə, onu çox adam belə əks qəbul edir ki, yox, bu mənim sürüş tərzimə uyğun gəlmir. Amma dəri məsələsi bunu da 100 min kifayət edir ki, bəzən deyirlər ki, keyfiyyətsiz olur, sonra nə bilim qabarmalar olur, hansısa problemlər olur, amma belə görürəm ki, yaxşı qalıb. Yaxşıdır hələ ki. Hə, kifayət qədər yaxşı qalıb və 100 min yürüşlə. Yeganə burada əsas məsələ nədir? Marka dəyərinin məsəl üçün bu gün indi biz əsas Çanqan BYD bunları soruşurlar da bizdən daha çox. Bu tip avtomobillərdə deyirlər ki, ikinci əl satanda əsas yəni bəli, çox pul itirirsən. Mən məsələn indi bunu dəyişmək fikrim var idi, təzə gələn H7 modelinə. Elə bazar qiyməti elə gülüncdür ki, yəni deyirsən ki, bunun da o qiymətə niyə satım da? Yəni daha az olur. Yəni 46 min, 47 min pul verib maşın alırsan məsələn, indi bazar qiymətində o 28-30 min arasıdır. Az qalır 2 dəfə qiyməti düşür. Yəni bu modelə dəyməz də deyirsən elə sürürəm bunu. Hə də sən də bu maşını sürən adam kimi deyirsən ki, mən bunu satıb 28 ilə nə var ki alım? Normal. Bu ümumiyyətlə Çinin problemidir. Biz həmişə deyirik, Çin özü o bazarı elə bir ki, özünün bazarını öldürür. Bir modeli buraxır, normalda növbəti gələn model daha yüksək komplektasiyada gəlir, daha innovativ gəlir və daha baha olmalıdır. Bu daha yaxşını daha ucuz göndərir. Tam, fərqli, bunlar ucuz gəlir. Alan da özünü belə təhqir olunmuş qoyduş, mən böyle konfet kağızı vermişəm, bu boyda pul onda məndən niyə aldınız? Sonra düşür, endirmə düşür, yəni qiymət düşür aşağı. Qalırsan belə ki, yəni 2 ay bundan qabaq olan qiymətlə indi düşdü aşağı. Qalxmaqdan düşüb aşağı. Hə, əslində bu qalxmalı əlçatan olmalı. Əlçatan yəni belə də əlçatmazlıq olmalıdır ki, o birisi də fikirləşsin ki, yaxşı da mənim gücüm ona çatmır, qoy mən Vüqarın maşını alım. Vüqar da üstünü düzəldib yeb onu alsın. Amma yox, indi Vüqar fikirləşir ki, belə ondan sonra bunu o qiymətə satmağa ya sürərəm, ya misal üçün tutaq ki də ailədə ikinci maşın yoxdursa, bunu verərəm evdəkilərə, özüm gəlib sıfır alaram, onda məni yandırmaz. Bu məsələlər var. Ən mənfi cəhəti bugün bu maşınlarla bağlı əsas budur. Başqa mənfi cəhətlərdə sərtliyi necədir? Məsələn, bəziləri sərt. Sərtliyi var. Yəni açıq deyim, yəni sərtliyi çox sərtdir maşın olaraq. Yəni yumşaqlığı indi sürərik, özünüz də baxarsınız indi. Trampolinlərdə falan. Hə, yəni sərtliyi biraz var. Amma səni narahat eləmir. Yox, mən narahat eləmirəm, yəni o qədər də narahat eləmirəm. Yəni buna hər yerə getmişik də, belə deyim də, oxuş, eniş, nə bilim mən daha sən bunu Şuşaya qədər hər yerə sürmüsən? 2-3 dəfə Şuşaya getmişəm bu maşınla.
Azərbaycan nə qədər bölgələr, Gəncəsindən tutmuş Balakəndən daha Lənkərana dəfələrlə indi yol aydı məsələ yaxşıdır. Amma yəni uzaq yollar belə Gəncə, Zaqatala, sonra kənd yollarına çıxırsınız. Yəni kənd yolları olur. Kəmping kimi yerlərə də hətta gedəndə mən görürəm sən çox səyahət edirsən, gelirsən. Yəni ölkə bu bütün bu yürüşlər ərzində maşında heç bir sənin incidən element olmuyor. Yox, heç bir. Hətta biz Xınalıq o yol var, sadəcə Spusqlarda qalxan yolda, yoxsa orada mən bu maşından qalxdım oranı. Plus düşəndə də bunların öz rejimi var, onu da elə orada yoxlamışdım. Enmə rejimi. Enmə rejimi. Tormozu basırsam avtomatik maşın yaxşı yerə. Hətta bunun bir funksiyası vardır, üzr istəyirəm sözünüzü gəlib. Mən bir dəfə rayona gedirdim, səhərimiz Qubaya gedirdim. Kəndin içindən keçəndə velosipedlə uşaq aradan belə maşın belə gəlirdi. Maşın stopladı. Yəni o artıq sensor özü onu özü avtomatik, maşın tormozladı özü səslə bir yerdə. Yəni mən özüm baxdım ki, kimsə maşını öndə adası lidar sensor dediğimiz adaptiv kruska lidar sensorda. Lidar sensor öndədir. Yəni məcburi tormaniyə görə kimi avtomobil özü avtomatik özü tormozdan da səs verdi belə. Əməliyyatən dəydilər maşına, düşdüm belə həyəcanla. Uşaq elə çatmamışdı heç maşına. Əslində çox əladır ya. Allah uzaq eləsin. Əlbəttə bir dənə uşaq çıxdı heç baxmadan. Heç sən onu çatdırmarsan, fikirli olarsan, maşın özü dərhal tormozdur. Yəni təhlükəsizlik baxımından ən vacib elementdir ya bəlkə də. Ona görə o funksiyası çox. Yəni bunlar hamısı var və söhbət elə burada 21-in maşından gedir. Baxın 21-dən bu günə qədər nə qədər innovativ şeylər çıxıb ki, dillər indi bu var, indi bu var. Ondan belə görürəm ki, sən elə 21-in ən fullunu almısan ki, bunlar hamısında var. Yəni çox zonalardan tutmuş, 360 kamerasına kimi hər bir şey. Yəni çox zonalardakı kameralar, nədə avtoparkingi var dediyim o məsələ, xətti tanıyır, özü pek şey deyir. Yoxlayaq avtoparkingi? Xətti görməlidir. Bir minsod. Xəttsiz olmur. Xətti göstərirsən burada özü avtomatik xəttin içinə salır. Yəni adi belə yerdə yox. Sağa çəkəndə eləyəməyəcək. Monitorda ümumiyyətlə yəni xəritə falan bizimkini açır, çünki çox vaxt Çin maşınlarının problemi bu olur. Məndə ümumiyyətlə yoxdur. Yalnız CarPlay. Nə YouTube var, nə yəni ancaq CarPlay ilə qoşuram. Deyirlər ki, bu qədər ver qoşun. Var, o qədər indi təzə əvvəl yox idi. İndi çox alıb yazırlar görsən bizim bu qruplarda. Kim istəsə məsələn yaxınlaşa bilər. Falan qiymətə var, falan qiymətə var. Hətta digər applicationlardan sifariş verib də həmin o CarPlay-lər kimi də istifadə eləmək olur. Amma rəsmi dil eləmir də bu. Amma rəsmi olaraq yox. Çünki əslində varsa, onu rəsmi dil eləyəndə əla olur da, deyirsən görür. Bəli. Məsələn, Google uzun müddət bizim ölkəni görmürdü, bugün var. İnteqrasiya eləsələr, kifayətdir də, Avropada belədir. Google üzərindən sən hər şeyi artıq xəritədən rahat izləyə bilirsən. Yoxdur, burada ancaq yəni telefonla CarPlay ilə qoşuram. Ondan sonra xəritə də çıxır. O da internet yeyir də. O da internet. Bəs ənənəvi radio var bunlarda, yoxsa o da internet üzərində? Yox, ənənəvi radio var. Var. Onu məsələn nümayəndəlikdən alınan maşınların demək olar hamısında olur, elə bir qoşurlar. Amma bu Çindən ki kimsə özü gətirir, onlarda yoxdur. Qoşum. Arada bildiğimiz onlar radio. Yəni bunun üçün sənə internet lazım deyil. İrandasan. Səs Allah müəllifi bu verəcək, səsi susturaq. Səsi susturaq. Düzdür, mahnı gedən kimi başlayır müəllifi verməyə. Yəni bunun olmağı yaxşıdır. Bu da rəsmi nümayəndəlikdən aldığına görə belədir. Çindən gətirəndə master account yaz, nömrə tap. Bizim bir dostumuz İskəndəri tanıyırsınız, İskəndər İbrahim. O da Kütahya maşını aldı. O amma oradan gəlsin. O oradan yox, buradan almışdı. Buradan almışdı, amma yenə də Kütahya dilində idi, Çin dilində idi. Hətta o proqramlar işləmirdi çoxsu. Demişlər update olacaq. Hələ mən bilən update olunur. Bəlkə 1 il yaxın. Update plus deyəcəklər də. Belədir. Qoşurlar ona, hər update edirlər bu qədər ver, bunu açaq, bu qədər ver, bunu açaq. O monitora head-up'ı var, yoxsa var. Head-up'ı da var. Head-up'ı var. Vallahi sən ödə əməlli pulunu almısan da. Vallahi yəni bu bir model, yəni şey yoxdur da. Yəni deyim bundan aşağı komplektasiyası yox. İndi sonuncularda var 10.000 qiymət fərqi var hardasa. Oradan. Məsələn bu gün məsələn yeni hava aşağıya bax. Sadələrdirsə 51-52.000 fullardır. Ondan xəbərim yoxdur. Hər şey var bunun. Mən 10.000 fərqi var. Yox, həqiqətən bunu 28 ilə satmaq. Əlbəttə mən də o fikirləşirəm. 28 ilə satıb heyfdir. Əlbəttə ki, sən satıb nə alacağam ki? Yəni 28 ilə dəymez də, elə sürürəm üstünə də. Hadi əslində sənin daha da bir yandan yaxşıdır ki, nə bilim o şarj, batareya falan belə bir dərdin yoxdur. Bildiyin normal alan gündən 95 benzin istifadə eləmişəm. Yəni yağını vaxtında 1 kilometr o yan bir yan söhbət ola bilməz. Yəni nədir? Cədvəlinə görə hamısı vaxtında dəyişilir. Nə şamlardır, nə bilim hər şeydir, hər şey. Vaxtına dəyişir. Özüm baxmışam, maşında maşallah.
Və əslində burada mən baxdım, məsələn, bunlar birinci Mitsubishi-nin 70-80-ci illərin mühərriklərindən istifadə edirlər, köhnə mühərriklərdən. Bu əslində düzdür, deyirlər ki, ekoloji tələblərə cavab vermir, amma bir yandan yaxşıdır, çünki o mühərriklər daha dözümlü idi və indi də onu axtarırlar da ki, heyf deyildi o mühərriklər. İndikilər, nə bilim, gəlir ustanın yanına açır, deyir ki, buna heç burada sotka yeri yoxdur, yonmağa. Transmisiyanı açır, deyir ki, buna bax, belə, yəni nazik bir şeydir. O baxımdan yaxşıdır. Sonra artıq yavaş-yavaş Toyota, bir də indi Great Wall-un özünün mühərrikləri var. İndi bu iki xüsusilə də özləri mühərrik modelləri təqdim edirlər. O baxımdan yaxşıdır. Sadəcə deyirəm ki, bu modelləri bizdə, bilmirəm, çox təqdim eləmək bacarmırlarmı eləməyi, yoxsa ya bəlkə yaxşı satırlar, fikirləşirlər ki, nəyimizə lazım olsa satırıq, amma düşünmürəm. Çünki belə bir şey bazarda həmişə buna ehtiyac var. Yəni nəzərə alsaq ki, rəqabət var və xüsusən də axır vaxtlar BYD-lər, Çanqanlar gəlib. Amma mən deyirəm də havalla bağlı həm başda sən olmaqla heç kimdən bir dənə mənfi eşitməmişəm. Və mənə də çox təəccübləndirib ki, nəyə? Yəni o dediyim kimi o qədər mənfilər var ki, aydın məsələdir. Yəni belə hər bir şey. Yəni bir prodüser olaraq mahnının da akustikası da çox gözəl. Yəni maşında xolu versin, təzə mahnı çıxanda. O da sənin sahəndə, sənin üçün də vacib olan elementlərdən biri budur. Bir detal. Ehtiyat hissələri də ki, bilmirəm, məsəl üçün olubmu, deyirsən qrup var. Ta ki, bəzən görürsən ki, Çanqanda hansısa modeldə yazırlar ki, bir dənə detala görə 3 ay məni gözlədilər, 4 ay. Belə deyim də, o vaxtı çox çətin idi təzə mən alanda. Yəni çünki yəni bizdə qrupda da yazırlar falan şey. Məndə hətta bir dəfə qəza baş verdi sağ tərəfdən. O Baçokum partlamışdı. Bəli, antifrizin Baçoku. Onu gətizdirmək uzun məsələdir. Deyirlər, maşın qalmalıdır burada, sifariş verir, yoxdur stokda. Təqribən bir ay yarım, 2 ay gözləməlisən. Məcbur mən onu çıxartdırıb, yamatdırdım, qoydum ki, maşın qalmasın. Orada 2 ay niyə qalsın ki, bir dənə Baçoka görə. Mən o Baçok yamatdırıb qoydum, sürdüm. Ondan sonra bir ay yarımdan sonra gəldi, zəng edilər ki, gəlib Baçok, getdim, tələsin qoydum. Amma mən başa düşmürəm, bu maşını gətirmirsən, satırsan. Bu ən azından elə bir şeydir ki, mütləq yüngül qəzalarda onlar sıradan çıxacaqda. Odur, radiatordur, yəni bu ön hissəyə düşən detallardır da. Bu sən bir dənə antifrizin qap səndə yoxdursa, və necə deyirsən ki, stoklamışıq, gətirmişik, hər şeyimiz var. O ərfədə bilmirəm, indi bəlkə də ola bilər, bəlkə də ola bilər 2 dənə vurublar, satılıb, o da var, təzədən sifariş veriblər gələnə kimi. Amma məsələn, farasını var idi orada. Yəni fara məndə sınmışdı. Amma fara baha olar. Hə, fara baha 1800 manat ödəniş. 1800 manat. Əslində sənə deyim, bugün bütün müasir maşınların faraları bahadır ya. Yəni artıq demək olar ki, o əvvəlki kimi 50-100 manatlıq fara söhbəti yoxdur. Çünki farada artıq o qədər şey var ki, adaptiv, nə bilim ki, işıq özü yuxarı, aşağı, avtomatik. Ona görə artıq bununla barışmaq lazımdır ki, 1000-2000 aralığında istənilən maşında faraya pul verəcəksiniz. Yəni o vacib mühərrik qiymətə gəlib çıxıb artıq. Bax budur, indi üstünün də panorama, onu özün seçmirsən, yoxsa o elə... Yox, o da hələ full salon üstü. Yəni sən, adam var ki, məhz onu bəyəndirən elementlərdən biri olur. Adam var ki, yox, bu yoxdursa almıram. O vaxt mən üstünlükləri idi, mən baxanda dedim ki, lap əla. Yəni, bəyəndiyim dedim. Şüşələri də açılır, yəni. Əla. Sən tam Toyota'da gedə bilərsən. Rahat. Kameraman zaten. Gedirəm də, axşamlar gel. Bu da məsəl üçün sürücü var ki, o üçün önemli. Bunları yağlamağa planlayırlar. Bir dənə yağlamağı ki, hər yağdakı şey olmaz. Əslində düz edirlər. Çünki bunlar da uzun müddət yağlamayanda sonra çox böyük. Yəni doğudan sonra üstündəki o rezinlər məsələn deşilir. Dolu əməli oldu. Sonra döşülmüşdü. O da maşallah qiymət dedilər, dinqo qalsın. Nə qədər? 250 manat, 200 manata dəyişməyə görə deməli sağ olun. Rezini yoxsa? Ancaq qıraq rezini, üstündəki rezinlər var. Dolu normalda şeyə təsir edir də, şüşəyə, o tərəfə bir də o şeyə rezinlərə deşik. Yox, 2000 faraya baxanda 200 manat nədir ki? 200-400 manat, 200 belə 250 dəyişməyə yəni. 450 manat. Amma özün kamerası yoxdur mən belə. Yox, özün kamerası yoxdur, bu əlavə qurğu qoşulur. Bəzilərində çünki özün də kamerası var. Bəli, digər onu mən ciddi problem saymıram, normal, yəni ola bilər. Əksinə bəziləri onu problem görür ki, hər şey çəkir. Sonra da fakt olaraq sənin qabağına çıxır ki, ciddi işlər görənmirsən. Bizim kişilər üçün o lazım deyil, bu özün əlindədir. Rahat çıxartırsan sazı. Lazım olanda aktiv edə bilirsən. Amma mənim həqiqətən gelişdiyi çox xoşuma gəldi. Dediyim ki, məsəl üçün mild hibriddənsə, çünki o yalancı hibridləri biz hələ də söz düşəndə mən onu xüsusən qeyd edirəm ki, bu yalancı hibriddir.
Yəni mən onu aldanmaq kimi qəbul edirəm şəxsən. Ta ki Geely də var, bir neçə modeldə var. Yəni bunu hibrid bilib alırsan, sonra məlum olur ki, bu hibrid deyil, bunun bateriyası da yoxdur, sadəcə texniki hibriddir. Yeri gəlmişəm, bu da transmissiyası robotdur, DCT-dir, amma o deyirlər yaş sipleniya, quru sipleniya, bunda yaş sipleniyadır, yəni o yaxşı sayılır. Quru olanları problemli sayırlar. Bunun yaşı var. Bu yaşda, yaşı da var. Sənə bununla bağlı bir şey deməyiblər ki, məsələn, falan vaxtda korobkada nəmləyəsə? Yox, indi mənə demişlər deyəsən 100 mində korobkanın yağı dəyişilməli, səhv eləməmsə. O heç, o Yəni normal. yağını dəyişməli. Özdə robot olduğuna görə çox tutumlu da olmuram. Başqa heç nə. Yəni deyim kimi şeylə gedirəm, cədvəllə gedirəm, nə deyirlər onu deyirəm. Yəni neytrala at, xaricdə falan belə şey yoxdur. Yox. Yoxdur. Bu üsulla idarələmə sənə şey gəlmir? Yox, elə. Bəziləri düyməli istəmirlər, deyirlər ki. Yox, çox gözəl. Bu daha da xoşdur mənə. Bu əslində daha rahatdır. Bu rahat, çox rahatdır məsələn. Və burada səhv ehtimalı da yoxdur da, yəni konkret görə bilirsən, amma bəziləri deyir ki, yox, bir başlıq olsun heç olmasa mən. Yox, bu çox qəşəngdir, yəni. Çox sıxıqlar. Onun yaxşı tərəfi bilirsən nədir? Sən və bəzən köhnə maşınlarda uşaqlar arxada oturur uşaq. Bir də ölsən qəfil tormozda uşaq gəldi qabağa, bir dənə ayaq dəydi bura, erdən getdi deyə və salam, hazırdır. Sən niyə uşaq oturacağında 30 durmursan ki uşaq? Uşaq oturacağında 30 dururam. Amma sürətlə gəndə uşaq oradan da çıxa bilər. Bizdə variant çoxdur. Yox, hətta məsəl üçün özün də olur da, bəzən görürsən ki, nədənsə, yəni bu bir nəticədə bir əlavə çıxıntıdır. Bir əl dəydi ona, bir şey oldu, o yerindən tərpəndi. Yəni o başlığın özü bir problemdir də. Yox, çox yaxşı, çox yaxşıdır. Hə, bu baxımdan bu çox rahatdır. Vurmuşam üstündə, bunlar əslində altında şey Karbon fiber vurmuşam üstündə. Hə, bu öz rəngi deyil, hə? Yox, öz rəngi deyil, bunu özüm. Alikantar dəridir yoxsa karbon fiberdir? Yox, karbon fiber. Bunu sonra buna şey, yəni rəsmi servisdə bilməmsən də. Bunu Yox, özüm sifariş verdim. Adı vinildir də. Hə, adicə vinildir. Elektrikdən çıxartdım yaxşıdır. Yaxşıdır amma. Hə, yox, çox əladır. Yaxşıdır. Həm də sayıdır yaxşı. Sənə deyim, yuqarı yeyilmə də yoxdur ya. Yəni bəzən deyirlər ki, bunlar biz dirsəklənirsən də yəqin ki. Deyirlər ki, tez yeyilir, burasının rəngi qaçır, burasının belə. Onu da görmürəm, maşallah. Yəni mən əsas sən tərəfə bir dənə rulda tez yeyildi kojası. O da mən gün vurmadan dəyişmişəm. Mən bunu özüm dəyişdirmişəm. Asob düşdürüblər. Onu da sonra özün gətirirsən ki. Bu rəngdən düzəltdim. Şeydən elə burada yaxınlaşdırılır. Hadi adi çıxır gəlir. Dəyişdir. Yəni bir dənə o 20 dinləyən kimi yadımdadır ki, buralar gün vurmuşdur neysə. Hə, amma yəni bu məsələnin dirsəkləndiyin yer yaxşı qalıb. Yeri gəlmişəm bunun burada kifayət qədər geniş yeri var. Şey yoxdur, soyuduculuğu falan. Soyuduculuğu yoxdur. Bəziləri nə istəyirsən var. Amma başa düşüləndir. Onu göstərməyə bilərsən. Problem yoxdur. Yəni rahat stəkan qoymağın falan bunlar dizayn olaraq yaxşıdır. Çünki bəzilərində görürsən ki, hətta altda da yeri var. Hə, altda da, altda da rahat. Elə əsl təyinatına görə də salfetka falan, yəni hər an lazım olmayan şeylərdir. Bu da bildiyin adi normal bardaç. Bu nədir? O ən sevdiyim şey. Evdən çıxanda məsələn beləsən zibli qoyursan burada soğan atırsan. Yəni ya bazarlıq eləyəndə dağılmasın. Paketləri qoymaq. Onun üçündür. Keçirirsən kloku bura. O nə qəşəng. Qəşəng rahat da saxlayır. Yəni daha dağılmır da ora bura danqın. Ha da yəni tutaq ki elə şey var ki, Paketdə qoyursan. Paketdə qoyursan. yerə də qoymaq istəyirsən. 3 kilo. Maksimum belə. Nə istəyirsən? Ancaq burdadır. Bagajda falan var belə. Bagajda da var, hə, bagajda da var. Hə, bəzən çünki nəyisə asmaq istəyirsən məsələn. Özü sən tədbir prodüser olaraq sənə arxada mütləq kostyumluq lazımdır var. Var, bir tərəfdə var. Hə, bir tərəfdə. Heç asıb ki, xəbər ver. Xəbərim yoxdur. İnşallah ki var. Açıq yerdə var. Ha, bu da var. Ha, sən bilirsən də orada ikinci telefon gizlədirlər. Yox, mən başqa yerdə. Başqa gizlədirlər. O hə, deməli. Ha, denə Dayandırdım, dedi. Bizim olsa xanımlar baxmır. Denən qoy bilək də təzə yer. Bagajda. Zapaskanı aldım. Çünki keçən dəfə çəkilişdə göstərdilər ki, bu ikinci telefon yeridir, mütləq lazım olanda oradan istifadə edir. Mənim maşımda elə üçüncü üçün də yer var. Ay maşallah. Gözəl, gözəl. Valla mən yəni doğrudan da çoxdandır hansısa bir Çin axır vaxtda çəkdiyimiz kurslarda avtomobillərlə bağlı çoxdandır bir Çin avtomobilindən belə məmnun ayrılmamışdım. Həqiqətən həm də ən çox ona görə rahatım ki 100 min yürüş var. Yəni Vüqarın bunun haqqında danışmağa haqqı var. O deyir sizə ki, əşyalə tezdir, görərsən, 1 ilə görərsən, 2 ilə görərsən, 100 minə. Yəni burada sənə də eyni şey deyiblər. 100 min civarında və bugünkü sərfiyyatı da benzin olmağına baxmayaraq 9.1. 9.1 şəhər rejimi. Kondisyoner rejimində. Bu ən ağır rejimdir. Ən ağır rejimdədir. Belə baxanda sən indi şəhərin tıxacından gəlirsən, yoxuş qalxmısan, Yasamala gəlmisən, kondisioner də işləkdir. 9.1. Trasda onda yəqin 7 falan olar. 7-6 belə işləyir.
Adaptiv kruz kontrolu falan da olar, soruşmur. Amma olar. Bunu o boyda həngamədən sonra bu da olmasın da ayıb olar. Bir dostumuz var idi, o nə deyir? Deyirəm, yemişəm, yaxşı. Yaxşı deyim. Yemişəm, yaxşı şeydir. Bunları da özün qoyursan yəni. Bunları əlavə qoydurmuşdum. Rəngi gedib sifariş vermişəm təzəsinə də bagajdadır. Onu təzədən dəyişdirəcəm. Ha, yağışda falan yaxşıdır o. Çox yaxşı. Hava açırsan pəncərəni bura. Yəni məsələnin yekun olaraq belə deyə bilərik də. Əgər siz avtomobili alıb uzun müddət idarə etmək istəyirsinizsə, məsələn deyirsiniz ki, mən əksinə maşın istəyirəm ki, məni maraqlandırmır onun qiyməti sonra düşəcək, düşməyəcək. Onsuz da bu gün elə bir maşın yoxdur. Nə alsan düşür qiyməti. Yəni 5 il, 7 il, 10 il sürmək istəyirəm. Mən belə başa düşürəm ki, o baxımdan seçilməyə dəyər bu avtomobil. Çünki adam 5 il bir sürücü sıfırdan alıb o zövqü yaşamaq istəyir. Adam usta görmək istəmir. Deyir ki, alıram, mən ancaq istəyirəm ki, getdim 10 mindən bir xidmətimi aldım, qutardı, getdi. Qəzadan da Allah uzaq eləsin. Yenə də indi olanda olur, amma o baxımdan. Amma düşünsək ki, hə, mən bunu alıram, qiyməti öləcək, ondan sonra gedim Tucson alım, RAV4 alım. Məsələn, bunları daha çox müqayisə edirlər, onun üçün deyirəm. O artıq Tez-tez maşın dəyişən adam üçün lazım deyil. Ha, tez-tez dəyişən adam üçün o variant bəlkə daha yaxşı olar. Hərçənd ki, bu necə onlar da sata bilmirlər düzəməlli. Və bunun rəqibi kimi Çanqanı da çox hallandırırlar ki, yəni məsələn hava alım yoxsa Çanqan alım, yoxsa indi BYD var falan model var, onu alım. Biz də hər birində də özünün yaxşı və pis cəhətləri haqqında danışmağa çalışırıq. Bu da hava alaşatı haqqında bir sürücü rəyi və bir də bizim bu barədə bildiklərimiz. Belə. Yenə də xeyirli olsun qardaş. Sağ olun, çox sağ olun. Necə ki xoş günlərə sürmüsən, elə yenə də xoş günlərə sürməyə davam edirsən. Həmişə xoş günlər sizlərə. Təşəkkürlər. Uğurlar olsun. Var olun, var olun. Sağ ol. Mən sizə hətta deyim, keçən dəfə də Porsche çəkəndə biraz dalqabaq sürmüşdüm də buna. Porsche yaxın bir hissiyat aldım bunun sürüşündən, bu qısa məsafədə sürsəm belə.